Yaxın gələcəkdə pişik və it kimi ev heyvanların dilini başa düşə biləcəyi, adətən fantastik filmlərdə gördüyümüz deyəsən reallığa çevrilir. Ümumiyyətlə mən deyərdim ki, əvvəl fantastika sandığınız nə var idisə yavaş-yavaş real olur. Bu və ya digər formada. Xüsusən süni intellektin inkişafı ilə. Bəli, süni intellekt inkişafı pişik və it kimi ev heyvanlarının səslərinin və davranışlarının deşifrə olunması istiqamətində irəliləyir. Heyvan səsləri və bədən dili ilə bağlı böyük həcmli məlumatları analiz edərək tədqiqatçılar bu ünsiyyət formalarının arxasında duran mənaları daha yaxşı anlamağa çalışırlar. Earth Species Project kimi layihələr bioakustik məlumatları öyrənmək və heyvanlar arasındakı qarşılıqlı əlaqələrdəki nümunələri aşkar etmək üçün maşın öyrənməsindən istifadə edir. Meowtalk kimi tətbiqlər də yeni imkanlar açır və süni intellektdən istifadə edərək pişiklərin meowlaması əsasında onların emosional vəziyyətlərini getdikcə daha dəqiq şərh etməyə çalışır. Bu texnologiyalar hələ inkişaf mərhələsində olsa da insanlarla heyvanlar arasındakı əlaqələrini dərinləşdirmək, ev heyvanlarına qayğını yaxşılaşdırmaq və onların ehtiyaclarını və emosiyalarını daha yaxşı anlamaq vədi verir. Siz bu barədə nə düşünürsünüz? İzləyicilər fikirlərinizi şərhlərdə yaza bilərsiniz. Maraqlı məlumatları qaçırmamaq üçün isə səhifəmə abunə olmağı da unutmayın. Hər birinizə yeni iş həftəsində uğurlar arzu edirəm.